1918-ci il 28 may Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri yazıldı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu müsəlman şərqində iç demokratik respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında Məhəmməd Əmin Rəsulzadə, Fətəyə xan Xoyski, Əlimərdan bəy Topçubaşov, digər böyük dövlət xadimləri var idi. Onlar xalqın idarəsinin dünyaya çatdıraraq müstəqil Azərbaycan dövlətinin əsasını qoydular. Sovet dövründə Azərbaycan öz müstəqilliyini itirsə də, xalqın azadlıq arzusu heç vaxt sönmədi. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ümumi lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik möhkəmləndirildi. Ölkədə sabitlik yaradıldı və Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, dünyada öz sözünü deyən qalib dövlət kimi tanınır. Xalqımızın birliyi, şəhidlərimizin qəhrəmanlığı və ordumuzun gücü nəticəsində torpaqlarımız azad edildi və Azərbaycan ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı tarix boyu mərdliyi, qonaqpərvərliyi, vətən sevgisi və milli dəyərlərlə bağlılığı ilə seçilib. Bu xalqın gücü onun birliyinə, dövlətinə və bayrağına olan sevgisindəndir. Bu möhtəşəm qələbədə 4-cü hakimiyyət sayılan Azərbaycan mətbuatının da əməyi və zəhməti danılmazdır. 34 illik jurnalistika fəaliyyətimlə və təcrübəmlə hər zaman dövlətimizin Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, dövlətimizi və milli birliyimizin yanında olduğumuzu qürurla bəyan edirik. Məqaləni hazırladı Haqq Səsi TV1-in rəhbəri Elixan Müzəffəroğlu, səsləndirdi Əfsanə İbrahimova.